Salam əziz tamaşaçılar, hər vaxtınız xeyir olsun 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. Verilişimizin bu dəfə də maraqlı bir mövzusu var. Mədəniyyətin, ümumilikdə sənətşünaslığın, insan həyatında cəmiyyət üçün funksiyası haqqında danışacağıq. Bu mövzuda studiyamızın qonağı mədəniyyət yazarı Vasif Ayandır. Xoş gəlmisən Vasif bəy. Xoş gördük. Olsun. Pərvin bəy, təşəkkür edirəm dəvətə görə. Mən dəvəti qəbul edib gəldiyinizə görə təşəkkür edirəm sizə. Mənim üçün xoşdur. Mən sizi həmişə izləyirəm və çox belə intellektual, maarifləndirici verilişdir və suallar da çox, az öncə baxdım, çox çətin bir sınaq gözləyir məni. Ona görə ümid edirəm ki, nəsə alınacaq. Qeyd edim ki, siz özünüz də elə xüsusi qonaqlardansınız ki, suallara baxma imkanınız olub. Bir daha minnətdaram, təşəkkür edirəm ki, çox sağ olun. Elə birinci sualdan başlayıram. Sənət nədir? Gəlin ondan başlayaq və əvvəldə mövzunu qeyd etdiyim kimi cəmiyyət üçün, insan üçün funksiyası, rolu nədir? Birinci sualdan başlayaq. Sənət nədir? Sənət çox vacib bir məsələdir əslində. Mənə gəlir ki, sənət hər bir insanın həyatında çox önəmli bir yer daşımalıdır. Mən sənətsiz bir dünya təsəvvür edə bilmirəm. Mənə gəlir ki, məsəl üçün, mənim həyatımda sənət olmasaydı, daha doğrusu incə sənət deyirəm mən bunu. Olmasaydı, mən çox böyük bir boşluqda olardım. Mən müxtəlif insanları görürəm. Məsəl üçün, deyək ki, mən onlara tənqidi yanaşmıram, yəni həyat tərzinə görə deyirəm. Onlar bütün günü, deyək ki, yığışırlar, domino, nəyət və yaxud da ki, belə maşın söhbətləri gedir, maşın təkəri falan. Mən bu insanların həyatında mənə gəlir incəsənətin olmamasını və bir də ki, düşünürəm ki, dərhal hiss edirəm ki, bu adam mütaliədən çox uzaqdır. Dərhal. Və çünki o insanların danışmağa mövzuları olmur. Onlar ancaq, bax, filan maşının modeli, təkər belə olur, filan. Mən o şeyləri bilmirəm. Məsəl üçün, mən hansısa bir dostumla harasa gedirəm, deyək ki, onun maşınında. Onun maşından düşüb, təzən qaydanda o maşını mən tapa bilmirəm. Yəni, çox yadımda qalmır ki, hansı maşın idi da, rəngi nə idi filan. Yəni, insanların belə şeyə marağı olması, mən düşünürəm ki, bu sənət boşluğu var burada. Sənət deyəndə, sənətin içində çox şeylər daxildir. Kino bura daxildir, ədəbiyyat mən birbaşa bura daxil edirəm. Mənim həyatımda incəsənət çox önəm yer daşıyır və bu sahə ilə məşğul olan və bizə bu sahəni bəxş eləyən insanlar olub həyatımızda, dünyasını dəyişən və yaxud da ki, həyatda olanlar. Mən həmişə onlara təşəkkür edirəm ki, məsəl üçün, görəndə də deyirəm. Ramiz Həsənoğlu'nu görürəm, deyirəm, Ramiz mənim. O tamaşalara görə mən sizə təşəkkürümü bildirirəm. Çünki biz o boz mühitdə, boz dövrdə həmən tamaşalarla böyümüşük, həmən filmlərlə böyümüşük. Məsəl üçün, bu günlərin mən o klassiklər olan münasibətim çox yaxşıdır, hamısının dostluğum var. Onların əsərlərini oxumuşuq, əsərlərinə çəkilən tamaşalar, filmlərlə böyümüşük. Biz keçmişimizə güllə ata bilmərik. Bəzən onları tənqid edirlər, klassiklərimizi, hansısa bir sözlərinə görə. Mən bunu qəbul etmirəm. Birisi necədir? Onlar, mənim anlamımda, onlar toxunulmazdır. Çünki mən, tutaq ki, Gün Keçdi filmindən böyümüşəmsə, nə bilim, Evləri Köndələn Yar tamaşası, mən o insanlarla nəfəs almışam həqiqətən. Bu günlərim keçmişdən mənə qalan miras da olar. Bu günlərim o 90-cı, 80-ci illərdən nə gəlib bu gündə, məsəl üçün. Bəzən, hətta valideynimizin bəlkə biri də var, biri yoxdur, amma o insanlar həyatdadır. Və mən onların ömürlərində bərəkət arzulayıram həmişə. Və keçək sualın ikinci hissəsinə. Əslində bir miqdar da olsa toxundunuz məsələyə. Sualın ikinci hissəsi bundan ibarət idi ki, sənətin insan üçün və cəmiyyət üçün rolu, bunu biraz detallı izah etməyinizi istəyirəm. Amma mütaliə məsələsinə toxundunuz. Bu tənqidin yaxud tənqidvari yanaşmanın qarşılığı olaraq mütaliənin zəif olması və yaxud da ki, olmamasını misal gətirdiniz. Elə mütaliə haqqında başlayaq, mütaliənin önəmi haqqında daha sonra isə gələrək sənətin cəmiyyətdə və insan həyatında funksiyası barəsində danışaq. Mütaliə önəmi odur ki, insanın dünya görüşü artır, insan yeni mətnlərlə tanış olur. Məsəl üçün, mən adicə illər öncə, 2012-ci ildə yazdıqlarımı görəndə, qarşıma çıxanda, statuslar, mən deyirəm, özümə gülməyim ki, necə bu cümləni belə də başayaq yazmışam da, yəni, burada bu söz ola bilərdi, burada bu fikir ola bilərdi. Bəzən o dövrdə mənim yazdığım qısa belə hekayə formatında esse yazılarım da olur. İndi onu təzən təkmilləşdirirəm. Baxıram ki, bu cümlə fikir tamamlanmayıb burada. Axı, mən bunu belə deməmişdim. Yəni, ona görə ki, ondan sonra mən çoxlu oxumuşam.
oxumuşam və o mənim belə deyək də inkişaf etdirib. Mən düşünürəm ki, kitab oxumaq vaxt sərf o deyil, vaxt yoxdur. Bəzən yazıb deyirlər ki, vaxtımız yoxdur. Mən məsəl üçün bunu adətən nəqliyyatda daha çox oxuyuram. Çünki mən maşın sürən adam deyiləm. Heç maşınım olsa da sürmərəm, belə çox sevmirəm belə. Daha çox ayaqla gəzməyi sevirəm və nəqliyyatda oluram. Və harasa gedirəmsə bir 40 dəqiqə məsafə var. O 40 dəqiqə mənim çantamda müxtəlif kitablar olur. Mən onları oxumalıyam ki, o vaxtı doldura bilim. Ona görə də mən yolda heç vaxt internet yükləmirəm telefonuma. Çünki internet olanda artıq mənim başım ona qarışacaq, kimsə mesaj yazacaq, cavab verir. Amma kitab oxumaq üçün nəqliyyat, metro, avtobus çox gözəl vasitədir. Bəzən deyirlər ki, orada səs-küy necə? Deyirəm, yox. Mən ora özümü konsantrə edə bilirəmsə, o mənə mane olmur ətrafda. Və kitab bizə nə verir? Bizə dünya görüşü verir, bizim özümüzü formalaşmamızda, təsdiqləməyimizdə çox böyük rolu var. Biz artıq seçici ola bilirik, cəmiyyətdə özümüzə uyğun çevrə tapa bilirik. Məsələn, mən çevrəm, belə deyək, hamısı tanınmış simalardır, yazarlar, mədəniyyət xadimləri, aktyorlar falan. Çünki mənim onlarla ünsiyyətim daha çox tutur. Mən sıravi adamlar da var dostluğumda, amma biz onlarla görüşəndə kitabdan danışa bilmirik. Mən daha çox onları dinləyirəm. Çünki onlar elə söhbət edir ki, mən o mövzulara çox maraqlı deyil mənim üçün. Mənim sinif yoldaşlarım mənim üçün çox dəyərlidir, təbii ki, görüşürəm, amma mən onlarla bu mövzuda danışa bilmirəm. Çünki biz rayonda başqa bir mühitdə böyümüşük, onların başqa bir dünya görüşü var, mən başqa bir artıq mühitdəyəm. Ona görə də mütaliə həm də mənə imkan verir ki, mən öz çevrəmi, əhatəmi özüm seçə bilim. Mən düşünürəm ki, mütaliə etmədən necə yaşamaq olar? Bu çox vacib bir şeydir. Sadəcə indi kitablar çoxdur. Bilirsən, kimsə kitabını verir, deyir ki, bunu da oxuyarsan. Deyirəm, mən axı əlimdə bir 15-20 kitab var da, məsəl üçün. Mən bax, bu dəqiqə bunu oxuya bilməyəcəm. Amma sən onu elə təqdim edirsən ki, mən qalıram belə pis vəziyyətdə, məsəl üçün. Mən bilirəm ki, bu mənə bu dəqiqə maraqlı deyil. Çünki mən indi Tarkovskinin bu kitabını oxuyuram hal-hazırda və yaxud da bunu oxuyuram, başqa bir şey. Mən oxumağı sevirəm. Belə, məsəl üçün, romanlar çox sevmirəm. Mən xoşlayıram qısa bir şeylər olsun, hekayə, memuarlar üçün ürəyim gedir. Sənətkarların, məsəl üçün, yazıçıların memuarları mənim üçün çox maraqlıdır. O, həm də daha tez oxunan bir şeydir. Sənətin rolu barəsində, funksiyası barəsində birinci hələ sualımıza cavab verək. Sənət də kitab kimi, mütaliə kimi çox vacib bir şeydir təbii ki. Sənət, birincisi mən xahiş edirəm buradan insanlara ki, teatrlara mütləq gedəyin. Teatr həqiqətən də insanın davranışına, mədəniyyətinə çox təsir edir. Sən teatrda bilirsən ki, sən susmalısan hardasa, necə oturmalısan. Teatra gedəndə sən mütləq şəkildə həmən günü geyiminə də fikir verirsən, çimirsən, üzünü təraş edirsən. Yəni mən şəxsən belə edirəm. Mən teatra gedəndə xüsusi hazırlaşıb. Xüsusi hazırlaşıb. Hə. Müqəddəs bir yerə gedirmiş kimi. Bəli, o demirik ora məbəddir. Yəni biz ora gedirik, orada nəsə öyrənməyə, biz oradan enerji almağa. Məsələn, dünən mən elə biz tamaşadaydıq. Baxmayaraq ki, o tamaşaya mən 3 dəfə baxmışdım. Mehriban Əkbərzadənin Kod adı VX tamaşası var. Vətən xainlərinin arvadları belə adlanır. Və nəzərinizə çatdırım ki, ən uzun tamaşadır. 4 saat yarım gedir. Sadəcə dönənlərin qısaldılmış versiyanı verirlər. 2 saat 40 dəqiqə getdi. Təsəvvür edin ki, mən onu 3 dəfə baxmışam. 4 saat yarım. Hər adam, demək, maraqlıdır. Aktyorlar yaxşı oynayıblar. Vətən xainlərinin arvadları, arvadları. Çünki Sovet dövründə o repressiya məsələlərində bizim ədiblərin, deməli, xanımları necə oldu, onları Sibirə sürgün edirdilər falan. Detallı şəkildə Mehriban Əkbərzədə həm özü yazıb, həm də quruluş verib. Amma mən elə tamaşalar var ki, 7 dəfə baxmışam. Yəni insan var, bir dəfə baxa bilər. Pantomim teatrında məsəl üçün yük tamaşası var. Həyati bir tamaşadır da. İnsanlar öz yüklərini daşıyırlar. Bu həm də onların günahlarıdır. Çamadanlar belə sürüyürlər özləri ilə. Və o tamaşa mən çox sevirəm. 7 dəfə baxmışam və hər dəfə deyirəm ki, olanda məni çağırın. Yux teatrında bəzi tamaşalar var, 5 dəfə, 6 dəfə, bəzən 7 dəfə baxmışam. Yəni deyirəm, teatr çox vacibdir. Əgər sənin həyatında teatr varsa, kitab varsa, sən artıq kifayət qədər özünü təsdiq eləmiş bir insansan. Sən artıq maariflənmiş, mədəniyyətli bir insansan da. Yəni sənlə söhbət eləmək olar. Sənlə dostluq eləmək də olar. Vasifə, müzakirəmiz çox maraqlı davam edir.
Və sənət tarixən hansı ehtiyacdan yaranıb sizcə? Bu çox maraqlı, eyni zamanda mənə gəlir çətin bir sualdır. Mən öz təbii ki, subyektiv yanaşmamdır. Mənə gəlir ki, insan həyatı boyu, məsəl üçün bu dünya lap yaradılandan, onlar müxtəlif işlərlə, deyək ki, insan məşğul olub, onlar nəyisə axtarıb tapmağa çalışırlar. Və biz bayaq da qeyd elədiyimiz kimi, həyatımızda mən o boşluğu çatışmazlıqlara da bağlayıram ki, nəsə çatmır insan həyatında ki, onu doldurmaq lazımdır. Məsəl üçün, mən də həmişə belə olmamışam ki, mən də monoton həyat tərzi yaşamışam. Mən kitab oxumağa çox gec başlamışam əslində. Düzdür, bizim evdə kitab oxunurdu. Mən valideyni, atam demək olar ki, mütəmadi olaraq Maupassantdan tutmuş, nə bilim, Theodor Dreiser'ə qədər oxuyurdu, amma mən o kitabları açırdım, qalın kitablar deyim, ayla bu kişi burada nə tapıb bu. Amma mən indi bu günlərim onun oxuduğu kitabları oxuyuram. Mən deyirəm ki, kaş o vaxtların biz onunla nəyəsə müzakirə edə bilərdik. Çünki o həmişə deyirdi, oxuyun bunları, oxuyun. Bu günlərim mən o dərəcədə geniş, o qalın romanlara çox zaman sərf edə bilmirəm, amma ən azı bəzilərinin filminə baxıram. Və mən düşünürəm ki, insanlar yaşayırlar və onlar görürlər ki, ancaq yemək, gəzmək, müəyyən aktları yerinə yetirməkdən də başqa nəsə də maraqlı bir şey tapmalısan həyatında. Bəlkə də ondan doğub o teatrın, kinonun yaradılması falan. Ümumiyyətlə, bu tarixlə bağlı dediniz, mən həmişə maraqlıdır ki, görürsən, bu ilk insanlar bu danışığız adı necə, biz danışırıq, bu sözü necə düzüb qoşurlar ki, bu ifadəni biz başa düşürük. Bu hansı mərhələdən keçib? Niyə görə mən sizə sual verirəm, məsəl üçün, başa düşür ki, mən sizə sual verirəm. O, niyə mən sizə sual verirəm olmalıdır, o da başqa bir sözlər olmayıb. Bax, həmişə bu məni düşündürüb. Amma bilirəm ki, onun cavabı çox yoxdur. Cəmiyyətin dəyişməsinə necə təsir göstərir sənət? Baxın, sənət deməli bu cəmiyyətə təsir etməsindən biz danışırıq da. Təsir etməlidir təbii ki. Sənət cəmiyyətə təsir etməlidir, amma baxır nə formada təsir edəcək. Bax, televiziyaları götürək. Televiziya insanların şuuraltısına birbaşa təsir edən bir mexanizmdir, düzdürmü? Ancaq biz bu gün televiziyada nə veririk məsəl üçün? Biz nə göstəririk? Bax, cəmiyyət də həm də o televiziyalar kimidir bu dəqiqə. Efirlərdə nə gedir ha? Biz normal şəhərə çıxanda həmən formanın başqa bir formasını görürük. Bax, intriqalar var. Məsəl üçün, yol mədəniyyəti, yer mədəniyyəti pozulub bu şeylər. Məsəl üçün, mən fikirləşirəm ki, efirdən nə verilibsə, cəmiyyət ona baxır. Bax, biz desək ki, televiziyaya baxmırlar, yalan söhbət. Televiziyaya baxılır. Televiziyaya baxılır. İndi o az baxılır, çox baxılır. Hər halda baxılır ki, müəyyən adamların adını çəkirsən, deyirlər ki, tanıyırıq, nə bilim, tanıyırıq. Sevməsək belə tanıyırıq o adamları, o aparıcıları, o verilişləri falan. Çünki niyə? Şuur altından hopub artıq. Mən elə insanlar var ki, onları heç vaxt həyatda tanımaq istəmirəm. Məsələn, TikTok ellər müəyyən. Amma mən o adamları tanıyıram. Avtomatikdə beynimə giriblər, düzdürmü? Adını eşitmişəm, istəmirəm eşitməyə, amma məcburam. Kimsə çevirirəm, mənim qarşıma çıxır, məsəl üçün. Bu artıq nədir? Təsir etmə gücüdür da. Mexanizm bax buna gəlib çıxardır. Ona görə də televiziya ayrı bir mövzudur. Buna bilmirəm biz toxunacağıq yoxsa yox. İstəyirəm senzura və azadlıq barəsində danışaq. İncəsənət burada hansı mövqeyini tutur? Öyle, bu ən vacib bir məsələdir, senzura. Bilmirəm, senzura təəssüf ki, yoxdur da. Senzura, belə deyək, mən düşünürəm ki, senzura əslində olmalıdır müxtəlif sahələrdə. Xüsusən incəsənətdə, xüsusən, yəni, bax, senzura tamaşalar var, məsəl üçün deyirəm. Bu da bir ayrı mövzudur. Məsəl üçün, mən baxıram, bu günlərin bizim günümüzə uyğun deyil də bu tamaşa. Yəni, 60-cı illərdə bəlkə daha maraqlı olub. Amma bu günlərin 2025-ci ildə onu qoyurlar səhnədə. Bu çıxartdı repertuardan. Məsəl üçün, bu baxılmır da. İndi, yəni, bu indiki ovqatla deyil. Yəni, bu əsər, bu nətər deyim, tamaşa, bu günlərin bizə aid deyildir. Azadlıq baxımından, azadlıq məhdudiyyəti həmişə var. Həmişə çərçivələrdədir. Televiziyada biz, məsələn, mən nəyə görə özümü realizə etmək üçün özümün şəxsi verilişimi açdım? Çünki mən onu televiziyada edə bilməyəcəm. Televiziyada deyəcəklər ki, bunu belə elə, bu qolağı çağır. Burada bunu danışma. Mənim verilişimdə biz hər mövzudan danışa bilərik. Düzdür, mənim üçün siyasət, din məsələləri çox maraqlı olmadığına görə, yəni mən fikirləşirəm ki, biz ancaq mədəniyyətlə bağlı və filmlər, televiziya, ədəbiyyat bunun üzərində qururuq daha çox. Ona görə biraz ondan yayınıram. Amma senzura hər şeyə lazımdır. Hər bir şeyə lazımdır. Azadlıq da ki,
Yəni deyirəm, əgər sən rəsmi bir yerdə işləyirsənsə, sənin azadlığın məhduddur. Çox maraqlı davam eləyir Vasif bəy bizim mövzumuz və bizim qısa bir fasiləmiz var. İcazənizlə həmin fasiləyə ayrılaq. Yenidən maraqlı mövzumuza davam edək. Olarmı? Buyurun, əlbəttə. Qeyd edeyim ki, 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. Qısa bir fasilədən sonra yenidən qayıdırıq studiyamıza. Fasiləmiz artıq yekunlaşdı. Qeyd edeyim ki, 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. Verilişimizin bu dəfə də maraqlı mövzusu var. Sənətşünaslığın insan fərdi olaraq formalaşmasında, cəmiyyət olaraq formalaşmasında rolu haqqında danışırıq. Bu mövzuda studiyamızın qonağı sənətşünas, mədəniyyət yazarı Vasif Ayandır. Bir daha xoş gördük sizi studiyamızda. Xoş gördük Pərvin bəy. Necə hiss edirsiniz özünüzü? Əhvalınız necədir? Çox yaxşıdır, hər şey əladır. Təşəkkür edirəm və növbəti sualı keçid almaq istəyirəm. Buyurun. Bugünkü cəmiyyət sənəti yönləndirir, yoxsa sənət cəmiyyəti yönləndirir? Bax, bu çox gözəl sualdır. Amma mən sizə bir şey deyim. Bir dənə detal deyəcəm. Bu gün televiziyada məsəl üçün aparıcılar deyirlər ki, televiziya rəhbərləri də deyir ki, biz cəmiyyətin istədiyini biz onlara verdik. Düzdürmü? Eşitmisiniz bu sözü. Belə çıxır ki, cəmiyyət yönləndirir də sənəti. Belə görünür də. Ancaq mən buna həmişə qarşıyam. Çünki cəmiyyətdə nətər deyim, hər bir şey ola bilər. Amma bunun hər bir şeyi efirə gəlməlidirmi? Efir onu verməlidirmi? Belə bir şey yox. Yaxşı, mən necə verirəm? Mən gedirəm mədəniyyət verilişi edirəm və seçdiyim qonağı bilirəm ki, bu insanlara maraqlıdır. Və seçirəm və rezonans yarada bilirəm də. Təbii ki, mən kütləm böyük deyil, amma ən azı bilirəm ki, oxuyan bir adamlar, düşüncə adamları orada izləyirlər. Deməli, mən onu eləsəm, insanlar baxacaqlar. Amma mənə deyirlər ki, sən o verilişin məsəl üçün reytinq verməz də. Belə çıxır ki, cəmiyyət yönəldir, idarə edir sənəti. Amma cəmiyyətin heç ondan xəbəri yoxdur. Cəmiyyət öz axarı ilə gedir. Sən televiziyasan, sükan sənin əlindədir. Sən onları arxanca aparmalısan. Bu sənin missiyan olmalıdır. Ona görə bu günlərim cəmiyyət idarə eləmir ki, xüsusi insanlar idarə edirlər. Düzdürmü? TikTok ellər, tutaq ki, gəlirlər, efirlərə ekspert kimi çıxırlar. Bunu cəmiyyət eləyir. Cəmiyyət eləmir ki bu. Hansı cəmiyyətin bir fərdi deyilmi ki, bax o adamı efirə çıxardın? Demir. Ona görə də burada sualın bir dənə nöqtəyin cavabı odur ki, cəmiyyəti qınamaq olmaz. İdarə edən də elə düşüncə adamları hər halda idarə edirlər. Onlar istəsələr hər şey dəyişə bilərlər. İstedad və bacarıq tandemi haqqında danışmaq istəyirəm Vasif bəy sizinlə. Hansını daha önəmli hesab edirsiniz? Faiz etibarilə uğur qazanmaqda istedad və bacarığı necə bölmək olar? Niyə o cür bölürsünüz? Bu gün maalesef bacarıqlı adamlar daha çox nəsə eləməyə çalışırlar, amma istedadları yoxdur deyək ki. Bacarıq var da, yəni özünü gözə soxa bilir, özünü təsdiqləmək üçün nələrsə eləyir. Biz belə adamları görə bilirik, düzdürmü? Amma istedad mənim üçün çox vacibdir. Mən fikirləşirəm ki, insan əgər istedadı varsa, düz o bir yol tapacaq. Ola bilsin çətinliklə gedəcək o yolu. Amma ola bilsin bacarıqlı adam məndən çox öndədir. Mən o şeyləri bacara bilməmişəm, onu elədiyi kimi. Amma mən əminəm ki, mənim istedadım var. Var və onu ora yönəldirəm. Mən bunu bacararam. Mən fikirləşirəm ki, bu istedadıma görə bu işləri görməliyəm. Bu mənim missiyamdır. Mənim həyat devizim bu olmalıdır. Ona görə də bölgün belə qoyuram ki, bu istedad və bacarıq. Əslində bu iki keyfiyyət olsa bir adamda daha yaxşıdır. Daha çox irəli gedə bilər. Amma vay o gündən ki, bacarığı var, istedadı yoxdur. Hansı olmasa hansı irəliləyə bilir? Qeyd etdiniz ki, istedadlı insan bacarıqsız da irəli gedə bilir. Belə gedə bilir, amma çətinliklə də. Çətinliklə. Çox çətinliklə olur da bu. Amma bacarıq biraz başqa şeydir. Yəni o adamın fərasət də deyirlər də bunun, fərasəti var.
qabında bir deyilə qabında heç nə yoxdur bunun məsələn. Qabında bir şey yoxdur, amma özünü təsdiqləməyə, özünü məsələn cəmiyyətdə özünü necə təsdiqlədə bilir? Hamı deyir bu, amma onu yaxından tanıyan adamlar bilirlər ki, bu çox dərin adam deyil. Bunun istedadı o deyil, bunun intellektual səviyyəsi də o deyil. Sadəcə özünü çox yaxşı bacarığı var, ya natiqdir, yaxşı nitq qabiliyyəti var, bilmirəm, nəsə var onda. Nəsə var ki, onu deməli onun üzərində işləyə bilib. Əslində o da başqa tərəfdən baxsan, o da bir istedadın bir yoludur. Özünü təqdim etməyin əlbəttə ki, özünü təqdim edə bilməyin özü də bir istedaddır. O da var əslində. Eləmi? Sənətşünasla adi izləyicinin yanaşması arasında fərqi zəhmət olmasa izah edə bilərsən? Sənətşünas məsələn bir məsələni o başqa cür analiz edə bilər. Tutaq ki, mən təqdim edirlər bəzən sənətşünas. Axı mən tam onu oxumasam, mən öz düşüncə formam var. Mən bəzən tamaşanı iki formada təhlil edirəm. Tamaşaçı kimi edirəm ona görə ki, burada qəşəng iş var, gözəl iş var, aktyor. Amma dərindən baxanda görürəm ki, burada məsəl üçün müəyyən səhvlər var. Əsər deyək ki, əsər zəifdir filandır. Amma tamaşaçı gözlə baxanda görürəm ki, çox gözəl bir iş ortaya qoyublar. Valideyn deyən ki, tamaşa tutaq ki da, onun mən bir tamaşaçı kimi çox əla tamaşadır. Amma mən tənqidçi, sənətşünas kimi orada müəyyən nöqsanlar tapa bilərəm. Birincisi o tamaşada məsəl üçün o Mehriban xanım qısaltdı. O əvvəl 4 saat yarım idi. Yəni onu qısaltmaq olardı. Orada elə bir səhnələr var ki, onu biraz yığışdırsan, əsərə və tamaşaya zərər dəyməyəcək. Onu demək istəyirəm. Ona görə görürsünüz onu qısaltdı və nəticədə belə deyək, daha yaxşı oldu da. Yəni insanlar yorulmurlar. Biri var, sən biləsən ki, 4 saat yarım tamaşaya baxacağam. İnsanların səbri yoxdur bu dəqiqə. Azca mən 2 saatdır veriliş edirəm. Deyirlər ki, çox uzundur bu. Deyirəm ki, düşüncə adamı ona baxacaq. Mən özüm Rusiya deməli yönlü Rusiya kanallarını daha çox izləyirəm. Məsəl üçün Pozner var, Vladimir Pozner. Ola bilsin Azərbaycanda biraz çox sevmirlər, biraz Azərbaycana simpatiyası olmayan adamdır. Amma adam Rusiyada bəlkə bir nömrə jurnalistdir. Əgər Azərbaycanda onu tanımayan jurnalist varsa, təəssüf edirəm. O adamın verilişləri dərslikdir. Çox təəssüf. Yəni o adamdan çox şey öyrənmək olar. Onun verilişləri 2 saatlığa yaxın gedir çıxır bəzən. Mən oturub baxıram. Yəni rusca mən başa düşürəm, danışmaq problemi olsa belə. Amma mən sizə deyim ki, bəlkə də mən özüm yetişməyimdə həmin o verilişlərin, o filmlərin çox böyük rolu var. Həqiqətən deyirəm. Sənətşünas kimi yanaşanlar daha çox təhlil etməlidir, yoxsa həmin o təhlildən sonraki mərhələdə izah etməlidir, yoxsa yönləndirməlidir? Bunların hər biri ona aiddir. Sənətşünas deyilsə, bəli, musiqi, yəni deyirəm, teatr, ədəbiyyat filan. O orada öz mövqeyini ədalətli qoymalıdır. Mənim deyək ki, filan kəs müəllif mənim dostum deyil, mən onu tərifləməli deyiləm. Tamam, tamaşaçı kimi təriflə, bir dost kimi təriflə, amma iş ortaya qoyursansa, sən bunu cəmiyyətə təqdim edirsənsə, sən orada bir mənalı olaraq ədalətli mövqeyin olmalıdır. Müasir sənət, klassik sənətlə, təbii ki, bu bütün sahələrə aid edirəm bu sualı soruşanda. Müasir sənət, klassik sənətlə müqayisədə daha çox tənqidlərə məruz qalır. Niyə? Bu məsələyə mən belə toxunum ki, elementar, yenə də biz qayıdırıq da, yenə də istəməm bu çərçivəyə çox girəm, amma indi köhnə filmlərlə bugünkü filmləri müqayisə edə bilərsiniz. Mən sizə sorayım. Bax, köhnə filmlər, tutaq ki, biz ona həmişə baxırıq və biz onu təkrar baxmaqdan yorulmuruq. Tutaq ki, gün keçdi filmdə yenə baxacağıq da. Bəli. Uşaqlığın son gecəsi. Nə bir sehr varsa orada bilmirəm, amma... Və hər dəfə baxanda da nəsə bir şey kəşf edir, insan fikir verirsiniz. Yəni, mən ona baxanda hər dəfə özüm üçün nəsə bir şey kəşf edirəm, bilmirəm. Amma bu günlərim... Bəlkə də açığı belə kəşf olunması böyük bir şeylər də yoxdur. Amma sadəcə bizə şirin gəlir deyənə, bizə keçmişi xatırladır deyənə, bizdə, məsəl üçün, həmin obrazlar bizim içimizdəndir, insanlardandır, bizim xalqa aiddir deyənə, tam olaraq bizim insanımızdır deyənə. Bəlkə də odur səbəb, ola bilərmi elə? Tək bunu mən bizim ölkədə bağlamıram. Mən Beethoven bir əsəri var, onu izah edə bilmirəm. Mən onu dinləyəndə mən onun qarşısında heç bir musiqi görə bilmirəm, məsəl üçün. Bizdə yeni bəstələnən mahnını 1000 ildə ona gedib çatmayacaq. Yəni adını xatırlayırsınız, qeyd edək, biz də onu dinləyək. O, bəzən bu şeirlərdə falan, bəzən mən deyim də sizə, mən onu, o oturub,
hansı filmdə bir Sovet filmi var. Bizim filmlərdə də olmalıdır o mahnı. Yazma sala bilmirəm. Bir Sovet filmi var. Orada o mahnı elə oturub ki ora. Həm onun girişində var, həm sonunda, finalında var, həm ortada bir yerdə verirlər. Əslində o mahnını da qoya bilmirsən, çünki YouTube onu dərhal tutur. Çox populyar mahnı. Populyar deməyim, klassik mahnıdır da. Məsələn üçün mən o gör hansı ovqatda bu adam bunu yazıb. Beethoven nə vaxt yaşayıb, yanımda da deyil mənim. Məsələn üçün. Amma bu günlərim o səviyyədə var, o səviyyədə yazırlar. Bu gün çıxır, gündəmdə olur, itir gedir. Mən də deyirəm ki, biz elə işlə məşğul olmalı, elə film çəkilməlidir ki, bir sezon getməsin, yox. Həmişə ona biz baxa bilək. Mən son illər, mən yenə deyirəm, çox istedadlı bizim aktyorlar var, rejissorlar var falan. Mən gedirəm, təqdimatlara gedirəm, mən o filmlərə baxıram, yenə deyirəm ki, nəsə çatmır. Onun özümdə deyirəm, nəsə çatmadı yenə də. Nəsə çatmadı. Ona görə də mən bu mövzu bura daxil olsa da olmasa da həmişə deyirəm, Sovet filmlərinə alternativ film görmürəm. Sovet filmlərinin içində Azərbaycan filmləri də çox maraqlı bir iddiadır. Azərbaycan incəsənəti dünyaya nə təklif edə bilər Vasif bəy? Dünyaya biz nə təklif edə bilərik ki? Biz ancaq nəsə maraqlı bir şey ortaya qoyarıqsa. Mən belə bir musiqi görmürəm ki, məsələn o musiqi amma mən sizə bir dənə fakt deyim. Mən bunu eşitdim, çox sevindim. Mənim bir həkim dostum var. O demək bir müddət ərəb ölkələrinin birində işləyib, yadımda deyil hansı ölkə. Və deyir, mən deyir, telefonumda Vaqif Mustafazadənin deyəsən, Mart ya da Düşüncə bu iki əsərdən biri olmalı deyir. Onu qoymuşdum. Zəngə. Və deyir, mən bazarlıq elədim, əlim doludur. Və telefonuma zəng gəlir. Telefonu götürə bilmirəm, amma mahnı ifa olunur orada. Və deyir, gördüm ki, ətrafda insanlar dayandılar. Yəni, səs o dərəcədə yayılır və onlar çevrildilər, baxdılar. Nəsə deyir, demək, qoydum əlimdəki aldıqlarımı və telefonu götürdüm, cavab verdim. Gördüm, yenə hamı mənə baxır. Və onlar mənə dedilər ki, biz xahiş edirik sizdən, bu nə musiqi idi? Deyir, mən onlara məcbur oldum izah eləmək ki, bizdə Vaqif Mustafazadə adında görkəmli bir cazmen, belə bir piyanist olub, bəstəkar olub. Bu ona aiddir və onlar deyir, dərhal gedirlər YouTube-dan onu deyir, araşdırmağı eləməyə. Yəni, bu artıq Azərbaycan musiqisinin uğurudur ki, hansısa bir ucqar bir ölkədə bir mahnı, telefon zəngindən səslənən bir mahnı melodiya cəlb eləyir. Onları cəlb edir və onların deməli hamısı gəlib ondan maraqlanmağa. Amma bu da müasir dövrə aid deyil də. Bu da 60-lara, 70-lərə aid, düzdürmü? Mən bu həqiqətən bir fakt olaraq çox sevindim ki, belə bir hadisə baş verir. Sizcə hansı sənətkarların sənətləri sənətşünaslar tərəfindən layiqincə dəyər verilməyib, layiqincə araşdırılmayıb? Ümumiyyətlə, incəsənət xadimlərindən və Azərbaycan üçün. Azərbaycanda. Mən fikirləşirəm ki, bax, bəstəkar desək burada, mən fikirləşirəm ki, Xəyyam Mirzəzadə daha çox araşdırıla bilər. Çünki mən öz verilişimdə də onun musiqilərindən istifadə edirəm. Sonra Arif Məlikov da mən düşünürəm daha çox araşdırıla bilər. Sonra fikir vermişsə, Akşin Əlizadədir deyəsən, ömrün səhifələrində bir musiqi var. Ay Allah, necə gözəl, kədərli melodiyadır. O bütün verilişlərdə mən onu qoyuram. Niyə? Əgər keçmişlə bağlı kədərli bir söhbət danışırsa, o mahnı oturur orada. Mən hesab edirəm ki, bu adamlar araşdırılmalıdır. Kədərin başqa bir, belə deyək, səviyyəsidir orada. Açığı o kədər demək olmur. Bildinizə yəqin hansı tamam başqa bir şeydir. O kədər deyil, yəni kədərin hansı hesabı? Hansı leveli belə deyək də, hansı bir səviyyəsi deyək, üst səviyyəsidir. Mən hələ yadıma düşənləri deyirəm. Mən fikirləşirəm ki, bu insanlar deməli araşdırılmalıdır. Siyahını daha başqa kimlər əlavə eləmək olar? Bu siyahıya? Təkcə bəstəkarlardan söhbət gedir də təbii ki. Aktyorlarımız deyə bilərəm ki, çox təəssüf ki, biz məsəl üçün Fazil Salayev çox işlənməmiş mövzu hesab edirəm onu. Bax, bu yaxınlarda biz iştirak edik Səməndər Rızayevin, bizim görkəmli aktyorun 80 illik yubileyində. Orada mən bir daha fikir verdim ki, insan 41 yaşa kimi nə qədər iş görüb bu adam? Bu qədər filmi çəkilmək, bu qədər səsləndirmə, dublyaj. Və dünən mən bir şəkil paylaşdım. Aleksandr Kalyaginin şəklini, onun deməli, mən ona karikatura janrı görürdüm. Sonra gördüm ki, Səməndər Rızayevin qızı yazıb ki, bu şarj janrı deyəsən belə bir şey var rəssamlıqda. Belə bir
çəkirsən, insanı bir maraqlı bir obraza salırsan. Deyir ki, Səməndər Rzayev bunu möhtəşəm bacardı və bütün aktyorları çəkmişdi. Deyir, təəssüf ki, əlimizdə qalmayıb. İndi təsəvvür edin, bu adamın bir istedadı çıxıb artıq. Yəni, mən fikirləşirəm ki, bəzi aktyorlar var ki, onlar həqiqətən də araşdırılmalı və tək aktyorlar da deməli, yazıçılar da ola bilər. Yazıçılar. Məsəl üçün, mən bir neçə yazıçı eşitmişəm, Sabir Əhmədli adında populyar bir yazıçı olub. Amma bunun haqqında çox böyük fikirlər var. Amma onun haqqında məndə kifayət qədər məlumat yoxdur. Çünki baxıram, məlumat qıtdır. Düşünürəm ki, o da araşdırıla bilər. Sonra, indi müasir dövrdə bizim klassiklər daha çox araşdırılır. Ramiz Rövşən kifayət qədər araşdırılır. Seyran Səxavət araşdırılırlar və s. Aktyorlarımızın üzərində daha çox qalaq, mən düşünürəm. Dəyərli sənətlə populyarlıq arasında münasibət necə qurulmalıdır sizcə? Dəyərli sənət və populyarlıq? Bəli. Populyarlıq bu həmişə ciddi məsələ deyil də. Yəqin ki, məsəl üçün, deyir adam populyardır, amma ciddi sənət deyil o. Yəni ki, onun mahnısı populyar ola bilər, nəyəsə deyək ki, əsəri populyar ola bilər. Amma ciddi biraz başqa məsələdir. Biz deyə bilməyik ki, Qara Qarayev populyar sözü biraz ona oturmur da, düşünürəm, düzdür. Amma o bizim çox böyük bəstəkarımızdır. Mən onları da dinləyirəm mən. Fikrət Əmirov, Qara Qarayev. Yəni, ola bilsin ki, gündəlik dinləmirik, amma ən azı eşidəndə, məsəl üçün, ayaq saxlayırıq və dinləməyə çalışır. Ayda, bu əsər mənə tanış gəlir. Fikrət Əmirov imiş, məsəl üçün, deyək ki də. Və bu ilə təəssüf ki, artıq bir qırılıb da, məsəl üçün, gənclərlə sorğu eləsə tanımayacaqlar onları. Mən arada sorğu edirəm müasir bu 2000 kuşağı deyirlər də, 2000-ci illərdən sonra doğulan nəsillə heyrət edirəm. Onlar doğrudan da o bizim o filmlər, o bəstəkarlar, o sənətkarlar tanımırlar. Rasim Balayevi tanımırlar, təsəvvür edirsiniz. Yaşar Nuri tanımırlar. Yəni biz daha nə qədər təbliğ etməliyik ki, biz onları daha çox tanıtım edək. Siz, mən 5-10 mədəniyyət işlərlə məşğul olan adamlar var, düzdürmü? Bu cavanda necə aşılanmalıdır? Yəni, gəlib hamısı çıxırıyor o şeyləri, televiziyaya gəlib çıxırıyor. Ona görə də mən hesab edirəm ki, təbliğat çox getməlidir. Və bu günlər mən çox pərişan oluram, cavanlar onları tanımayanda, həqiqətən də. Sizin yaradıcılığınızla bağlı da məni maraqlandıran bir sual var bu sualların içində. Sizin düşüncənizi dəyişdirən hansı sənət əsəri olub, hansı yazı olub, hansı hadisə olub sənət adamı ilə? Belə bir hadisə olub mu? Mən çox duyğusal insanam, çox həssas insanam. Məsələn, mən elementar şeylərə də, məsəl üçün, bir mənzərəni ki görürəm, orada bir kədərli məqamı, mən ağlaya bilirəm. Belə şeylər məndə var. Mən filmlərin çoxunda ağlayıram. Bu filmlər melodrama janrında filmləri daha çox sevirəm. Bu sevinç, orada göz yaşları da olur, kədər. Və mən o günlərim bir situasiya oldu. Deməli, bizim görkəmli yazıçı Seyran Səxavət Bilgəhdə dincəlirdi. Biz onu ziyarət etməyə getdik. Müalicə alırdı daha doğrusu. Orada biz ki, Bilgəhdə çox hava da gözəldir də, belə bir dənizin kənarında belə bir yerdir. Biz gəldik, orada oturduq skamyada. Gördük ki, kənarda bir xanım əyləşib. Bəlkə də onlar da 50-55 yaşlarında bir xanım idi. Çox duyğusal və düşüncəli idi. Yəni, dənizə baxırdı. Nəsə fikirləşdik ki, bəlkə o xanımı dəvət edeyim, bizə söhbət eləsin. Ola bilər, Seyran mənim fikirləri ona maraqlı ola bilər. Yanımızda bir yazıçı dostumuz ona yaxınlaşdı. Dedi ki, xanım, mental məsələlər var da, pis başa düşər ki, biz niyə yaxınlaşıblar buna? Dedi ki, bax, orada əyləşən mənim yanımda göstərir. Çox böyük yazıçıdır, yəni Seyran Səxavət. O dedi ki, mən çox təəssüf ki, tanımıram. Niyə? Mən oxuyan, mütaliə edən adam deyiləm. Dedi ki, bəlkə də onun hansı bir fikirləri sizin üçün maraqlı olar. Bəlkə sizi biraz dalğın gördük. Dedi, yox, mən hər gün gəlirəm bura, amma gələrəm. Gəldi, oturdu bizdən söhbət eləməyə. Və orada söhbət zamanı mən dedim ki, Seyran mən, bəlkə siz bir şeiri oxuyasınız. Onun çox gözəl şeirləri də var, baxın. Seyran mən bir dənə şeir oxudum. Siz ansız o şeir oxuduğunuz zaman mən həyatımda belə göz yaşı görməmişəm. Qadının gözündən leysan getdi. Belə özə ağlayanda səssiz ağlamır. Baxır belə, yaş gedir. Mənim də gözümdə oldu. Mən belə situasiyalara çox həssasam və mən anladım ki, o qadının yaşantıları çox dərin olub. Ona görə də mən özümü bir mənalı şəkildə yetişdirmişəm. Bizim, yəni ad çəkək də, mən bizim
efirlərə də baxıram da, məsəl üçün. Rafiq Həşimov var, Rahib Azəri var, İradə İsaq var, İlham Rəhimli var. Mən bu insanların verilişlərinə baxıram həqiqətən. Çünki bu adamlar peşəkar. Bax, mən müəllifəm. Aparıcı sözünü çox sevmirəm. Amma mən digər aparıcılara baxanda çox pis əsəbləşirəm, qıcıqlanıram. Yəni deyirəm ki, bu nə sual verir və yaxud da bu nə söhbətdir bunlar edirlər. Amma mən onlarda onu fikirləşmirəm. Deməli, bunlar peşəkardır. Çünki Rafiq Həşimov, onun 20-ci əsr verilişi var ASTV-də. Mən şiddətli tövsiyə edirəm ki, orada Azad Mirzəcanzadədən İlbər Ortaylıya qədər, nə kimi deyim sizə, hamısının müsahibələri var. O qədər maraqlı danışdırır. Bu professionallıqdır. Ona görə də bu insanlarla da mütəmadi deməli onları izləyirəm. Hətta bu insanlarla işləmişəm. Mən Rahib Azərindən 2 ilə yaxın kino verilişi işləmişəm. Mən İradə İsaqla bir veriliş işləmişəm. Biz bir-birimizdən çox şeylər öyrənmişik. Amma mənim bir mənalı şəkildə özümü yetişdirməyimdə mütaliədən əlavə təbii ki, Rusiyadakı verilişlər və filmlər olub. Rusiya mənim üçün çox vacib bir faktordur. Bir sahəm də var. Yəni mən həm də kitab yazıram və artıq 2 kitabım çapdan çıxıb. Bu da ki, təbii ki, deməli bizim bir aktyorla bağlıdır. Ənvər Həsənov. Uşaqlığın son gecəsi, 7 oğul istərəm, Dərviş Parisi partladı və biz deməli ilk kitabım oldu mənim xatirələr, belə bir xatirələr seriyası var. O nəşriyyatla biz işlədik, Xan nəşriyyatı ilə və indi bizim planımızda var ki, bütün aktyorlarla bunu edək, silsilə. Amma belə alındı ki, bu ərəfədə Ənvər müəllimi bizi itirdik və mən oturdum onun ömrünün son illəri, son günlərlə bağlı bir kitab yazdım. Ənvər Həsənova vida. Burada onunla bağlı ən maraqlı xatirələr və onun ömrünün deməli son mərhələsi var. Və ancaq bu mənim son təbii ki planlarım deyil. Mən aktyorlarla bağlı işləyirəm. Eyni zamanda memuarlar yazıram. Televiziyada işlədiyim maraqlı hadisələr, sonra özüm müşahidələrim və indiyənə qədər getdiyim tədbirlər, teatrlar, görüşdüyüm insanlarla da bağlı belə bir yazılarım var. Amma bu da gələcəyin işidir. Hal-hazırda bunu kitaba çevirə bilməyəcəm, təəssüf ki, vaxt yoxdur. Bir daha uğurlar arzulayıram sizə, Vasif bəy. Gəldiyiniz üçün bir daha təşəkkür edirəm sizə. Və verilişimizin artıq sonundayıq. Gənclərə sənətlə maraqlanmaqları üçün sənətin onların həyatında nəyi dəyişəcəyini, belə deyək, garanti verərək nə tövsiyə edərsiniz gənclərə sənətlə bağlı? Bu sualı mən də adətən qonaqlarıma verirəm ki, gənclərə tövsiyə. Düzdür, mən tövsiyə vermək yaşında deyiləm, amma mən hesab edirəm ki, gənclər bugün həqiqətən də sağlam gəncliyin yetişməsi, formalaşması üçün bir mənalı olaraq deyim, maraqlanmalıdırlar. Həqiqətən mədəniyyət, ədəbiyyat. Bax, pis vərdişləri nə yaradır? Bir qısa buna toxunacağam. Buyurun. Mən hesab edirəm ki, narkomaniya və çox pis vərdişlərin yaranmasında səbəb o boşluğun olmasıdır. Birbaşa olaraq, əgər insanın mədəniyyətlə bağlı marağı yoxdursa və yaxud da ki, ədəbiyyatla maraqlanmırsa, o bəzi hallarda gedir, o mənfi işlərlə məşğul olur. Ona görə mənim gənclərə məsləhətim odur ki, məsləhət də demirəm, tövsiyəm. Onlar getsinlər həqiqətən, deməli, bu sahələrlə məşğul olsunlar. Bunu bir hobiyə çevirsinlər. Teatra getməyi, musiqi, yaxşı bir əsər dinləməyi. Mən gedirəm, cazad gedirəm, hər şey gedirəm mən. Kitab təqdimatlarına gedirəm, sərgilərə gedirəm. Əgər özünü yetişdirmək istəyirsənsə və cəmiyyətdə özün üçün yaxşı mövqe saxlamaq istəyirsənsə, sən bu sahələrdə məşğul olmalısan. Bu sənin, bax, gündə necə yemək yemirsən, sənin gündəlik həyat ritualına çevrilməlidir. Təşəkkür edirəm bir daha Vasif bəy. Qeyd edeyim ki, 14 TV-nin efirində Söz Səndə verilişini izlədiniz. Verilişimizin bu dəfəki buraxılışı sənətin, sənətşünaslığın insan həyatına, cəmiyyətə təsiri barəsində idi. Sağ olun, gəlin görüşlərə dək.